Bir çox xanımlar eyni şikayətlərlə müraciət edir. Müalicə alırıq, lakin vaginal qaşıntılar və axıntılar təkrarlanır. İlk öncə qeyd etmək lazımdır ki, müalicə aldıqda bədənimizdə olan patoloji infeksiyalarla yanaşı normal mikrofloranı da məhv edirik. İkinci səbəb isə qidalanma ola bilər. Belə ki, unlu və şəkərli məhsullardan çox istifadə etdikdə infeksiyalar və göbələklər üçün münbit şərait yaranır. Digər bir səbəb isə vaginal duşlardan və intim gellərdən çox istifadə etməkdir. Belə ki, bu vasitələrdən istifadə etmək də vaginada olan öz normal mikroblarımızı da öldürür. Digər səbəblər isə hormonal səbəblər ola bilər. Belə ki, aybaşı zamanı, aybaşıya az qalmış və yaxud bitdikdən sonra vaginada güclü qaşıntılar və axıntılar baş verə bilir. Əgər sizdə də müxtəlif müalicələr almağınıza baxmayaraq həm axıntılar, həm qaşıntılar təkrarlanırsa, mütləq qaydada partnyorların da müayinəsi və müalicəsi vacibdir. Eyni zamanda da səbəb olan mikroblar ətraflı araşdırılmalı və hansı dərmanlara həssas olduğu dəqiq bilindikdən sonra təkrar müalicə almaq lazımdır.